Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib. Hadisə mayın 2-də Masallı şəhəri Hakimiyyət küçəsindəki evdə baş verib. 1981-ci il təvəllüdlü ad və soyad şərti olmaqla Anar Məmmədli qeyri-rəsmi nikahda yaşadığı Gülər Səmədovanı döyərək əl-qolunu bağlayıb. O ülgüclə Gülər Səmədovanın saçını qırxıb. Gülər Səmədova gecə saat 23 radələrində ona qarşı törədilmiş hadisə ilə bağlı polisə müraciət edib. Təxminən 3 saat sonra Anar Məmmədli saxlanılıb. O saxlanılarkən müqavimət göstərərək səs-küy salıb, ünvansız söyüşlər söyləməyə başlayıb. Anar barəsində inzibati protokol tərtib edilib və Masallı rayon məhkəməsinə göndərilib. Anar Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib. Qeyd edək ki, hazırda həmin şəxsin qadına qarşı hüquqa zidd əməli ilə bağlı araşdırma aparılır.